Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun keçən günlərlə müqayisə və tədricən 10-15 dərəcə enəcəyi proqnozlaşdırılır. Yeni Sabah az məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq paylaşıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar yağacağı ehtimal edilir. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun çoxalacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi gözlənilir. Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə qeyd edilib ki, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağ ətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir. Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.